hal-hazırda bəli, təhsil sistemimizdə İndi hansı təhsil sistemi? müəyyən boşluqlar var. Amma gəlin etiraf eləyək ki, inkişaf da var. Yəni bunu rahat bir şəkildə mən sizə açıqlayım inkişaf hardadır. Biz də deyirik ki, imkanlar çoxdur. Daha yaxşı olsun. Bu imkanlar keyfiyyətli olsun da. Daha yaxşı olması üçün, bəli, müəyyən addımlar atılmalıdır və mən hesab edirəm ki, təhsilin inkişafı istiqamətində... Məktəb çatmır demirik, parta çatmır demirik, özəl məktəbimiz yoxdur demirik. Bu dildə təhsil almaq istəyirik, o bizdə şərait yoxdur. Maşallah, binalarımız da çoxdur, partalarımız da, stollarımız, müəllimlərimiz də. Təhsilin inkişafı istiqamətində mən sizə rahat bir şəkildə əmin edirəm ki, çox böyük addımlar atılır, uğurlu addımlar atılır. Baxın, mən sizə mərhələ-mərhələ icazənizlə çox uzun vaxtınızı almayacağım. Biz elə eşitmək istəyirik. Bəli, baxın, mən sizə əvvəlki illərlə mövcud illəri müqayisə eləyək. Təhsilin inkişafı istiqamətində ibtidaidən götürək. Birinci sinifdə uşağınızı məktəbə qoyarkən nə edirdiniz? Gedib kimlərdənsə xahiş edirdiniz, düzdürmü? Kimlərinsə, nə bilim, hörmət edirdiniz, kimlərinsə ki, mənim uşağım bu məktəbə qəbul olsun. İndi necədir? Heç bir yerə getmirsiniz. Elektron sistem üzərindən övladınızı orta ümumi təhsil məktəbinə qeydiyyatına həyata keçirirsiniz. Amma o da məktəbə qəbul olma demək deyil axı. Hələ orada da sonra indi təzə çıxıbdır. Psixoloqlar gəlir, müəllimlər gəlir. Uşağı alim kimi qəbul etmək istəyirlər birinci sinifə, bilirsiniz? Yəni, indi siz özəl və yaxud da ki, daha yaxşı məktəbi deyirsiniz. İndi mən növbətini bizə qələm tutmağı müəllimlərimiz... Bizə qələm tutmağı müəllimlərimiz öyrədir. Amma biz artıq bugün evdə uşağımıza qələm tutmağı öyrədib, sonra məktəbə göndəririk. O ayrı bir məsələdir, o ayrı bir mövzudur. Məsələn, ikinci bir məsələ, uşağın sinif məktəb yeri dəyişməsini. Əvvəl gedirdik, yenə də direktordan xahiş edirdik, elektron qaydada həyata keçirilib. 3. Müəllimlərin işə qəbulu. Əvvəl necə idi? Yerli icra hakimiyyət orqanlarından kimi isə nəsə verməli idik. Müəllim hər hansı bir orta ümumi təhsil məktəbinə... Şəffaflıqdır, buna bir şey Şəffaflıqdır. Deyə, sertifikasiya imtahanı. Sertifikasiya imtahanı nəyi bizə göstərdi? Onun haqqında da başqa şeylərdə danışırlar. Sertifikasiya imtahanı bizə nəyi göstərdi? Bizim övladlarımıza dərs keçən müəllimin öz ixtisasını bilmədiyini ortaya çıxartdı. Öz ixtisası üzrə işləmədiyini göstərdi. Yəni, kim istəyər ki, bax, hər birimiz övladımızı məktəb aparanda deyir, ən yaxşı müəllim olsun, düzdürmü? Elm və Təhsil Naziri nə edir? Ən yaxşı müəllimləri orta ümumi təhsil məktəbində saxlamağa çalışır. Digərlərini kənarlaşdırır. Hə, buna narazılıq var mı? Əlbəttə ki, cəmiyyətin bir qismi narazı olacaq. Çünki 30 min nəfərdən söhbət gedir. 30 min müəllim bugün öz ixtisasını kifayət qədər istənilən səviyyədə tədris edə bilmədiyi üçün orta ümumi təhsil məktəblərində əmək müqaviləsinə xitam verilib. Biz indi bu sertifikasiya imtahanını... Yerinə kim gətirir? İndi onu eləyəcəm. Biz indi bu sertifikasiya imtahanının müsbət nəticələrini 5 il, 6 il, 10 il sonra çox gözəl bir şəkildə görəcəyik. Gələk indi deyərək ali təhsil müəssisəsinə. Gələk ali təhsil müəssisəsinə. Ali təhsil müəssisəsində hamımız bilirik ki, əvvəlki illərdə ali təhsil müəssisəsində imtahanın birinin müəyyən bir qiyməti var idi. Bugün region ali təhsil müəssisələrində belə rüşvət söhbəti yoxdur. Bax, mən sizə əminliklə deyirəm, region ali təhsil müəssisələrində belə rüşvət, bəli, problem var, müəyyən praktiki problemlər var, bəzi problemlər var, amma inkişaf da var. Yəni, biz bunu da deməliyik. Yəni, bizim təhsilimizdə biz bunu deməliyik. Gələk digər bir məsələ, bugün Elnara xanım, ali təhsil müəssisələrinə qəbul imtahanında dövlət sifarişli yerlər, dövlət universitetlərində ödənişli sifarişli yerlərdən çoxdur. Dövlətin təhsilə verdiyi diqqət və qayğı, dövlət sifarişli yer ödənişli təhsildən çoxdur. Bax, statistikanı qoyaq, baxaq, söhbət dövlət universitetlərindən gedir. Bugün xaricdə ali təhsil müəssisəsi almaq istəyən gənclərimizə çox böyük imkanlar var. Dövlət proqramları 500 nəfərə gedir, yaxın hökumətlər arası təqaüd proqramları var. Dövlətlə digər xarici dövlət arasında müqavilə bağlanılıb, xarici tələbə Azərbaycana gəlir, bax, bu da çox gözəl bir təşəbbüsdür. Xaricə yol daha əl çatandır indi. Bizdə bəzi şeylər əl çatandır. Yəni, hələ sadalaya bilərik yenə də. Qulaq az, mənə qulaq az, cavansan. Sən dediklərindən belə çıxdı ki, biz buraya haqq gəlmişdik. Problem yoxdur. Belə çıxdı da. Mən az öncə qeyd elədim, problemlərimiz var, amma müsbət cəhətlər də var. Sözlə deyirsən, reallıqda o varmı? Yenə soruşuram. 30 min müəllim işdən çıxıb, onun yerinə gələn adamların səviyyəsinin necə olduğunu bilirsənmi? Kim müəyyən edir onu? Orası var. Müəllimlərin işə qəbulu imtahanı ilə götürülməyəcəkmi? Müəllimin, bilirsiniz, bu yaxınlarda cənab prezident... O da obyektivdir, müəllimlərin işə qəbulu imtahanı. Hal-hazırda obyektiv keçirir. Jurnalistlərlə müşahim müəllimlə iştirak edir, cənab prezident görüşəndə bir məqam vuruladı ki, kadr seçiminin vacibliyini vuruladı. Və orada qeyd elədi ki, kadr seçimində yaş əsas məsələ deyil. Əsas baş, əsas sərişdə, əsas dəyərdir.
Yəni sən bu gün məsələn tutaq ki 60 yaşında olan bir müəllimi çıxardıb, Bəli. 25 yaşında olan heç bir təcrübəsi Bəli. olmayan, məktəbdə girməmiş adamı ora qoyursansa, Düzdür, razıyam. bir il repetitor tutub, o sənin tutduğun sualları, tutuquşu kimi əzbərləyəni qoyursansa, sən nə xeyir versən məktəbə? Düzdür. O da var. Tamamilə Və razıyam. çoxlu hallarda Bəli. bu var, çoxlu hallarda. Ona görə də Amma əksi də müşahidə olunur. Ola Bəzi bilər, yaşlı ola bilər, müəllimlərdən ola gənc bilər. kadrlar daha enerjili olur. enerji deyilmi? olur, ancaq məktəbə gedib bir. Bizim Bu zaman- uşaqlarımıza enerji deyəndə ki, biz rəqs və idman müəllimindən təkcə söhbət getmirik. Elnarə xanım, O enerjini biraz sertifikasiya imtahanında təcrübəli kəsilən- işlətmək Sertifikasiya lazımdır. imtahanında kəsilən müəllimlərin 70% yaşlı müəllimlərdir. Niyə? O Çünki yaşlı öz ixtisaslarını müəllimlər, bilməyiblər. yox, yaşlı müəllimlərin də içərisində çox yaxşı Çox müəllimlər var. qabiliyyətli Onlar da var, yaxşı əlbəttə var, uşaq, əlbəttə yaxşı yaxşıları var. Biz qətiyyən onu bir demirik. şey də Yekunlaşdırmalıyam bir şey də deyim, vaxtımız qutarı desən. Hə, bitir. O sertifikasiyanın suallarını kim tərtib eləyir? O suallar ictimaiyyətdə Suallar çoxdur. Yəni, Biz suallar qayıdacağıq çoxdur. yenə Ona buna. görə- Biraz əvvəl danışdıq. ona görə